Demək, biokimyanın adı ilə davam edirik. Nuklein turşuları nukleotidlərlə bağlı deməli qeyd eləmişdik ki, nukleotidlərin tərkibi 3 hissədən ibarətdir. Azot əsası, deməli karbohidrat və fosfat turşusu qalığı. Azot əsaslarını iki qrupa ayırırıq. Purin əsasları və pirimidin əsasları. Purin əsasları daha iri ölçüyə malikdir. Bunlara adenin və guanin aiddir. Pirimidin əsaslarına isə sitozin, timin və urasil azot əsasları aid edilir. Və bunlarda oksigenin sayına əsasən də biz bunları qruplaşdıraq. Oksigenin sayı, adenin azot əsasında oksigen yoxdur. 0 oksigen var. Sitozin və guanində hərəsində 1 ədəd oksigen var. Timin və urasildə 2 ədəd oksigen atomuna rast gəlinir. Bunu da diqqət edək. Deməli, DNT-nin quruluşuna biz nəzər eləyəcəyik. DNT 2 zəncirlidir və quruluşa baxsaq, yəni 2 zəncirdən ibarət olan bir kiçik bir molekul göstərəcəm. Və digər bir zənciri də göstərək. Fərz eləyək ki, burada adenin, sitozin, timin və guanin nukleotidlərdir. Qarşı zəncirdə adenin qarşısında timin, sitozin qarşısında guanin, timin qarşısında adenin və guanin qarşısında sitozin olur. Adenin və timin arasında 2 hidrogen rabitəsi, sitozin və guanin arasında 3 hidrogen rabitəsinə rast gəlinir. Və əvvəlcə zəncir əmələ gəlməsinə baxsaq, bir nukleotidin karbohidrat hissəsi ilə digər nukleotidin fosfat qalığı arasında rabitə yaranır. Buna biz polyar kovalent rabitəsi deyirik. Yəni efir rabitə də biz deyə bilərik ona. Və burada biz müəyyən, yəni miqdarları, müəyyən rabitə saylarını öyrənəcəyik. Əgər karbohidrat və fosfat arasındakı rabitə sayını müəyyən eləmək istəsək, n sayda nukleotid varsa, n üstə gələk, n çıxılsın 2 bərabərdir. 2n çıx, 2 qədər rabitə olacaq. Necə olur bu? Yəni, işarə eləsək, hər nukleotidin öz daxilində karbohidrat və fosfat arasında rabitə var. Ona görə n sayda rabitə elə bunlardır.
və ən çox 2 qədər də, yəni məsələn burada 8 dənə nukleotid varsa, 6 ədəd rabitə nukleotidlər arasında olur. Yəni ona görə də biz n sayda nukleotid daxili və ən çıxılsın 2 sayda nukleotidlər arasındakı rabitəni toplayaraq ümumilikdə 2 ən çıxılsın 2 sayda rabitə nələr arasında karbohidrat və fosfatlar arasındakı rabitə sayını tapmış olur. Hidrogen rabitəsi burada 2 cür düsturla tapılır. H bərabərdir 2 vurulsun adenin və yaxud timin, üstə gələk 3 vurulsun guanin və yaxud sitozin düsturu ilə tapa bilərik. Digər bir düsturumuz H bərabərdir N, yəni ümumi nukleotid sayı, üstə gələk sitozin və yaxud guanin sayı. Və bu düsturumuz da hardan çıxır? Yəni, məsələn, burada baxsaq ki, 8 nukleotid var, amma rabitə sayı 10 rabitədir. Və məsələn, sitozinlə guanin arasındakı rabitə 3 ədəddir, amma sitozinlə guaninin ikisinin cəmi 2-dir. Yəni, bu onlar arasındakı rabitə sayı onların özlərinin cəmindən bir sitozin qədər çoxdur. Yəni, sitozinlə guanin cəmi burada tutaq ki, 4-dürsə, onlar arasındakı rabitənin sayı 6-dır. Yəni, 4-ün üzərinə 2 gəlmiş oluruq sitozinin və yaxud guaninin sayını. O cəhətdən düsturumuz H bərabərdir. N üstə gələk S düsturuna uyğun gəlir. Bu DNT molekulunun quruluşu ümid edirəm ki, aydın olacaq. Və keçək RNT-yə. RNT-nin də 3 növü var. Məlumat RNT-si, nəqliyyat RNT-si və ribosom RNT-si. Və ölçüyə görə ən böyüyü ribosomdur. Ən kiçiyi isə nəqliyyat RNT-sidir. Və yeganə RNT növüdür ki, nəqliyyat RNT-də hidrogen rabitəsinə rast gəlinir. DNT-nin müəyyən sahəsi gen adlanır. Nukleotidlər birləşərək genetik kod əmələ gətirir. Genetik kodlar geni, genlər DNT-ni, DNT-lər xromosomu, xromosomlar da nüvəni əmələ gətirir. Nüvə də təbii ki, hüceyrənin içərisində yerləşir. Bunu da nəzərə almalıyıq. Davam edirik. Deməli, nukleotidin kütləsi. Nukleotidin kütləsi təqribən 300 atom kütlə vahidi olaraq qəbul edilir. Orta hesabla belə götürürük. Uzunluğu 0,34 nanometrdir və amidurşu halqasının uzunluğu da 0,35-0,37 nanometr olaraq qəbul edilmişdir. DNT-də reduplikasiya prosesi, yəni ikiləşmə prosesi baş verir. Bu zaman əgər zəncirdə n sayda nukleotid varsa, bu zaman zəncirin əmələ gəlməsi zamanı n çıxılsın 1 sayda su ayrılır. Əgər molekulda n sayda nukleotid varsa və bu zaman n çıxılsın 2 molekul su əmələ gəlir. Və DNT-də nuklein duruşusunda genetik kod tapılma məsələsi var. Bunu necə tapırıq? Müxtəlif nukleotid sayını qüvvətə yüksəldilir.
Nə qədər qüvvətə yüksəldilir? Deməli, genetik koddakı nukleotit sayı qədər. Məsələn, düşünsək ki, DNT molekulunda adenin, sitozin, guanin, timin nukleotidləri var. Müxtəlif nukleotid sayı 4-dür və onlar birləşib 3-3 birləşib triplet əmələ gətirir və 4-ün üzərinə 3 olaraq qeyd edirik. 4 üstü 3 bərabərdir 64. Bu olur genetik, yəni DNT-də olan genetik kodların sayı. Əgər deyilsə ki, DNT molekulunda adenin yoxdur, deməli timin də yoxdur. Nəyə görə? Çünki DNT molekulu 2 zəncirlidir. Adenin qarşısında digər zəncirdə timin olduğu üçün adenin olmasa timin də yoxdur mənasını verəcək. Guanin yoxdur deyilsə sitozin də yoxdur. Amma zəncirdə deyilsə ki, adenin yoxdur, timin olacaq, sitozin və guanin də olacaq və o zaman biz müxtəlif nukleotit sayını 3 götürərik. Əgər molekulda adenin yoxdur və yaxud sitozin yoxdur deyilsə, yəni adenin yoxdur halında timin də yoxdur və müxtəlif nukleotit sayı sitozinlə guanin olacaq, yəni 2 olacaq. Onlar da 3-3 birləşsə, məsələn 2 üstü 3 bərabərdir 8 triplet orada rast gəlməyəcək. Və maddələrin quruluşları haqqında məlumatları qısa olaraq çalışdım ki, nəzərinizə çatdırım və keçirik proseslərə. Yəni, proseslər canlı orqanizmlərdə xüsusən bu maddələr mübadiləsi, yəni metabolizm olaraq götürülür. Metabolizm deməli plastik mübadilə və energetik mübadilə olaraq qruplaşdırılır. Plastik mübadilə reaksiyalarına aiddir zülal biosintezi, fotosintez və xemosintez. Energetik mübadilə reaksiyalarına aiddir. Yəni, elə enerji mübadiləsi olaraq qeyd edə bilərik. Başlayaq zülal biosintezindən. Yəni, eukariot hüceyrədə olan zülal biosintezini izah edəcəm. Bizə nələr lazımdır zülal biosintezi üçün? Yəni, material olaraq. İlkin olaraq DNT lazımdır bizə. Ondan sonra məlumat RNT-si də lazımdır. Sonra nəqliyyat RNT-si lazımdır. Bizə lazımdır amin turşular. Bizə lazımdır ribosom. Bizə lazımdır proses sürətləndirmək üçün fermentlər. Və 2 mərhələdən ibarət olur. Birinci mərhələ transkripsiya. Mənası üzünün köçürülməsi deməkdir. Üzünün köçürülməsi. İkinci mərhələ translyasiyadır. İkinci mərhələ translyasiyadır. Buna da mənası
ötürülmə deməkdir. Və ayrılıqda mərhələləri izah edim. Məsələn, fərz edək ki, bu ekran ümumilikdə hüceyrədir və bu hissə nüvədir. Nüvədə DNT-nin iki zənciri var. Zəncirdəki nukleotit arıcılığını vaxt itirməmək üçün, yəni necə gəldi yazacağam. İnşallah ümid edirəm ki, içərisində stop kod olmaz. Yəni, məsələn, tutaq ki, adenin, timin, sitozin, guanin, adenin, guanin, timin, deməli, sitozin, timin, adenin. Və digər tərəfdə timin, adenin, guanin, sitozin, timin, sitozin, adenin, guanin, adenin, timin olaraq götürsək və bundan məlumat RNT sintez olunacaq, yəni məlumatı köçürmək üçün və timin qarşısında adenin, yenə adenin qarşısında urasil, sonra sitozin, guanin, adenin, urasil, sitozin, urasil, adenin arıcılığı ilə məlumat RNT zənciri sintez olunur və məlumat RNT nüvə məsamələrindən çölə çıxır, gəlir əvvəlcə ribosomun kiçik hissəsinə birləşir, daha sonra ribosomun böyük hissəsi də bura birləşir və həmin o ardıcılığı gəlib yenidən burada göstərək. Məsələn, burada adenin urasil, burada sitozin, guanin, adenin, sonra guanin, urasil, sitozin, urasil, adenin. Bu arıcılıq bu şəkildə birləşir və digər tərəfdən nəqliyyat RNT gəlir, yəni komplementar olaraq urasil, adenin nəqliyyat RNT-si özünə amin turşu birləşdirərək gətirir və əgər məlumat RNT-yə uyğun gələrsə, ribosom bir addım irəli keçəcək və digər hissədə guanin, sitozin, urasil nəqliyyat RNT-si özünə amin turşu birləşdirib gətirir və təbii ki, məlumat RNT ilə uyğun olsa, iki amin turşu arasında peptid rabitə yaranır və uyğunluq, yəni bir amin turşu ilə digəri arasında peptid rabitə yarandıqdan sonra ribosom bir addım irəli keçir. Yəni, adenin, urasil bu tərəfdən çıxacaq və ribosom digər tərəfdən gələcək, məsələn, guanin, urasil ribosomun funksional mərkəzinə, fəal mərkəzinə daxil olacaq və bir amin turşu zəncirə birləşməsi 5-də 1, 6-da 1 saniyə ərzində baş verir. 5-də 1, 6-da 1 saniyə ərzində baş verir və sürətli baş verərsə 6-da 1 saniyə ilə götürməliyik, çünki daha tez baş verməlidir. Yavaş baş verərsə 5-də 1 saniyə ərzində bu proses baş verəcək. Bunu da bu cür nəzərimizdə saxlayırıq. Zülal sintezi zamanı nələrin miqdarı artır, nələrin miqdarı azalır, onları da qeyd edəcəm. Sərbəst amin turşu azalır. Suyun miqdarı artır. Çünki ençəxılsın bir qədər su ayrılır. Ondan sonra ferment miqdarı dəyişmir, sabit qalır. Ferment miqdarı sabit qalır. Daha sonra zülalın kütləsi artır. Təbii ki, amin turşu sayı artdıqca.
Aha. Buna diqqət edirik. Sonra nə? Demək, transkripsiya və translyasiya zamanı ayrılan suyun miqdarı yəni, tapılması zamanı bəzən bir balaca çətinlik ola bilir. Onu yadda saxlayaq ki, transkripsiya zamanı tapılırsa nukleotit sayına 1 çıxılır. Nukleotit sayı çıxılsın 1. Əgər translyasiya zamanı ayrılan suyun miqdarı tapılırsa, amin turşu sayı çıxılsın 1. Yəni, məsələn, tutaq ki, əgər amin turşu sayı n olaraq göstərilsə, nukleotit sayı ondan 3 dəfə çox olur. Yəni, bir amin turşunu 3 nukleotit kodlaşdırır. O zaman nukleotit sayı 3n olacaq. Və amin turşu sayı n-dirsə, deməli, bu translyasiyada ayrılan suyun miqdarı olacaq n çıxılsın 1 və nukleotit sayı əgər amin turşu ilə ifadə olunarsa 3n olacaq və ondan 1 çıxarır. Yox, əgər nukleotit sayı n verilsə, nukleotit yəni 3n olsa olacaq 3n çıxılsın 1. Əgər nukleotit sayı n olsa, o zaman n çıxılsın 1 olacaq. Yəni, məsələn, tutaq ki, məlumat RNT-nin tərkibində 100 ədəd nukleotit var deyilsə, 100 çıxılsın 1, 99 mol su ayrılmış olacaq transkripsiyada. Yox, əgər deyilsə ki, zülal sintezində, zülalın tərkibində, məsələn, 100 ədəd amin turşu qalığı var, deməli, biz 100-ü 3-ə vuraraq 300 nukleotit olduğunu taparıq və 300-dən 1-i çıxarıq, transkripsiyada ayrılan suyun miqdarını hesablayarıq. Bu zülal sintezi energetik mübadilə ilə davam edək. Enerji mübadiləsi 3 mərhələyə ayrılır. Birinci mərhələ hazırlıq mərhələsidir. Hazırlıq mərhələsi elə düşünürəm ki, həzm kanalında baş verir. Nə üçün? Çünki biz deyirik ki, iri molekullu birləşmələr keçik tərkib hissələrinə parçalanır. Yəni, məsələn, nişasta qlukozaya, zülallar amin turşularına, nuklein turşular nukleotidlərə və s. qədər parçalanır. Bu zaman az miqdarda enerji ayrılır və bu enerji də istilik şəklində ətrafa yayılır. İkinci mərhələ glikoliz mərhələsidir. Buna da oksigenli mərhələ deyirik. Oksigensiz daha doğrusu. Glikoliz mərhələsi sitoplazmada baş verir. Üçüncü mərhələmiz oksigenli mərhələdir. Oksigenli mərhələ eukariot hüceyrələrdə baş verir mitoxondri daxilində. Biz bunu öyrənəcəyik nişasta misalında, yəni birinci mərhələ, yəni nişasta misalında öyrənsək, birinci mərhələdə, yəni hazırlıq mərhələsində nişasta glukozaya parçalanacaq, həzm kanalında az miqdarda enerji ayrılar. İkinci mərhələ glikoliz mərhələsidir. C6H12O6 üstə gələk 2 mol ADF üstə gələk 2 mol H3PO4 əmələ gəlir 2 mol su turşusu C3H6O3 üstə gələk 2 mol ATF və üstə gələk 200
kilojul enerji. 200 kilojul enerjinin 80 kilojulu ATF sintezi, 120 kilojulu istilik şəklində ətrafa səpələnir. Və nəyə görə 80 kilojul? Çünki bir ADF-də 40 kilojul enerji var. Yəni ATF molekulunu yadımdan çıxmışdı, izah etməmişdim. Yəni ADF-dən ATF-in sintezinə 40 kilojul enerji lazımdır. Bir ATF-in tərkibində 2 makroelektrik rabitə olduğuna görə cəmi 80 kilojul enerji saxlayır özündə. ADF-də 40 kilojul var. ATF-də 80 olur. 40-dan 80 olması üçün 40 kilojul lazımdır. Və 2 mol olduğuna görə də 2-ni 40-a vururuq. 80 kilojul enerji istifadə olunmuş olur. Üçüncü mərhələmiz oksigenli mərhələdir. Oksigenli mərhələ demişdik ki, mitoxondriyada baş verir. Yəni, fərz edək ki, bu mitoxondrinin xarici membranıdır, hamardır. Məsələn, bu da mitoxondrinin daxili membranıdır, qırışlıdır. İçərisində əmələ gələn bu süd turşusu əvvəlcə hidroliz olunur. Mitoxondrinin içərisində bunu yer az olduğuna görə göstərə bilməyəcəm. Yəni, lövhənin digər hissəsində göstərəcəm bunu. C3H6O3 hidroliz olunur. Yəni, suyun iştirakı ilə parçalanır. Üstə gələk H2O əmələ gəlir. CO2 üstə gələk hidrogen, sərbəst hidrogen. Və əmsallaşdırma aparsaq 3 mol karbon qazı olacaq. Və oksigen sayı 6-dırsa, deməli H2O-nun qabağına da 3 yazırıq. 6, 6, 12 hidrogen və hidrogen qabağına da 12 yazırıq. Və əgər burada 2 mol süd turşusu nəzərə alsaq, yəni 1-ə 12 H-dırsa, 2-yə olacaq 24 hidrogen, yəni 2 mol süd turşusu parçalansa 24 hidrogen əmələ gəlmiş olacaq. Və hidrogenlər elektron itirərək, yəni H0 minus elektron əmələ gətirir H müsbət və gedir membranın xarici səthində H müsbət, H müsbət, H müsbət, müsbət yüklü sahə yaradır. Daxili səthində biz deyirik ki, sərbəst bizə oksigen, molekulyar oksigen lazımdır. Oksigenlər də hidrogenin itirdiyi elektronları özünə birləşdirir. O2 üstə gəl elektron əmələ gəlir, yəni 2 elektron əmələ gətirir O2 mənfi və bunlar da daxildə düzülürlər və mənfi yüklü sahə yaradırlar. Potensiallar fərqi 200 millivolta çatdıqda kanal ATF sintezi adlı kanalı açılır və hidrogenlər başlayır içəri gəlməyə və bu zaman enerji yaranır ki, o enerjidən istifadə olunaraq ATF sintezi baş verir. Proses bu şəkildə baş vermiş olur və bunu yadımızda saxlayırıq ki, membranın, mitoxondri membran, daxili membranın xarici səthində hidrogen müsbət, daxili səthində isə mənfi yüklü oksigen düzülür ki, bunlar da potensiallar fərqini yaratmaq funksiyasını yerinə yetirirlər. Oksigenli mərhələnin ümumi reaksiyası, ümumi tənliyi, yəni bu şəkildə qeyd olunacaq. 2 mol C3H6O3 üstə gələk 36 ADF, əvvəlcə oksigeni qeyd edeyim, unutdum onu. Üstə gələk 6 mol O2, üstə gələk 36 ADF, üstə gələk 36 H3 PO4. Əmələ gəlir 6 mol CO2, üstə gələk 6 mol su, üstə gələk yenə 36 mol su, üstə gələk 36 ATF, üstə gələk 2600 kilojul enerji. Və bunun 1440 kilojulu ATF əmələ gəlməsində istifadə olunur. 1160 kilojulu isə istilik şəklində ətrafa yayılır.
Ve burada neye göre belki düşünürsünüz ki 6 mol suyu ayrı yazdım, 36 mol suyu ayrı yazdım. Birlikte 42 mol yazmak olardı. Ama adeten e, şagirdler ve yaxud müəllimlər 42 mol suyun hardan alındığını bəzən yani fikirləşirlər, çətinlik çəkirlər tapılmasını. Və burada düşünək ki 36 ADF ilə 36 mol fosfat turşusu qalığı birləşirsə, deməli nəticədə 36 mol su yaranacaq. Və ona görə mən bunu ayrı qeyd elədim. Və süd turşusunun da oksidləşməsindən 6 mol karbon qazı və 6 mol su yaranır. Və ona görə cəmdən 42 mol su əmələ gəlmiş olacaq. Enerji mübadiləsinin ümumi tənliyində biz toplaya bilərik. Yəni bir də qeyd eləmirəm vaxtımız az olduğu üçün 2 mol su turşusu üstə gəl 6 mol oksigen. Üstə gələk 36, o da 2, 38 mol ADF. Üstə gələk 38 fosfat əmələ gələcək. Yəni 6 mol karbon qazı, 42 mol, o da 2 mol, 44 mol su əmələ gələcək. Ondan sonra 38 ATF alınacaq. 2800 kilojolda enerji əmələ gələcək. Bunu nəzərimizdə saxlaya bilərik. Və əmələ gələn bu enerjilər müxtəlif proseslərdə böyümə, inkişaf, tənəffüs, çoxalma və sair proseslərdə istifadə olunur. Və davam edirik. Vaxtımız azalır. Fotosintez prosesi ilə davam edəcək. Klassik mübadilə reaksiyalarından biri də fotosintezdir. Fotosintezin baş verməsi üçün mütləqdir ki, xlorofil olmalıdır. Çünki xlorofil işığı udma qabiliyyətinə malikdir. Və xlorofil hansı canlılarda ola bilər? Siyanobakteriyalarda, yaşıl və qırmızı bakteriyalarda, yaşıl və qırmızı bakteriyalarda, yaşıl evglena və volvox kimi heyvanlarda və bir də əksər bitkilərdə. Əksər bitkilərdə xlorofilə rast gəlmək olar və fotosintez gedə bilər. Fotosintez zamanı biz diqqət edirik ki, əsas olaraq karbon mənbəyi və hidrogen mənbəyi. Fotosintezin baş verməsində əsas məqsəd üzvü maddənin, yəni glukoza əsas məhsuldur. Yəni glukozanın sintezinə diqqət edirik. Və bəzən isə oksigen yaranır. Oksigen də əlavə məhsul olaraq götürülür. Qırmızı bakteriyalarda karbon mənbəyi CO2, hidrogen mənbəyi hidrogen sulfitdir, H2S. Əmələ gəlir glukoza C6H12O6, üstə gələk H2O, üstə gələk S, elə bilirəm, burada 12-dir. Burada karbon qazı 6 mol olacaq. Və oksigen alt dəfəki 12, burada da 6-dır, 6 molda su yaranmış olmalıdır. Və 12, o da 12, 24 dənə hidrogen, yəni 12-ni burada yazmış oluruq və əmsalımız düzəlir. Oldu qırmızı bakteriya. Yaşıl bakteriyalarda 6 mol karbon qazı, üstə gələk burada hidrogen mənbəyi sadəcə hidrogen qazı olacaq. Əmələ gəlir C6H12O6, üstə gələk sadəcə su. Və əmsallaşdırmanı yazmıram, yəni kimyaçılar hər halda burada çətinlik çəkməyəcək. Və bitkilərdə, siyanobakteriyalarda həmçinin 6 mol CO2, üstə gələk 6 mol H2O, əmələ gəlir C6H12O6, üstə gələk H2O 6 mol. Bu da digər canlılarda gedən fotosintez reaksiyaları. Əsas olaraq mərhələlər göstərəcəm. İşıq fazası və qaranlıq fazasından nə baş verir? Fotosintez iki mərhələdən ibarətdir. İşıq fazası
və qaranlıq fazası. Qaranlıq faza ona görə adlandırılır ki, burada işığa ehtiyac olmur. Yəni o zaman mütləq deyil ki, bu faza qaranlıqda getmiş olsun. Bu faza işıqda da gedə bilər, qaranlıqda da gedə bilər. Sadəcə işığa ehtiyac yoxdur. İşıq fazasında nə baş verir? Xlorofil həyəcanlanır. Yəni əvvəlcə fərz eləyək ki, bunlar tilakoidlərdir. Tilakoidlər birləşərək qranlar əmələ gətirir. Və membranlarda xlorofil elektronları olur. Xlorofil elektronları işığın təsirindən həyəcanlanır, membranın xaricinə çıxır, mənfi yüklü sahə yaradır və daxildə su fotoliz olunur. Fotoliz reaksiyasını kənarda göstərəcəm. H2O əmələ gəlir H müsbət, üstəgələk OH mənfi və H müsbət membranın daxili səthində düzülür. Oksigenli parçalamadan fərqli olaraq orada xaricdə düzülürdü. Burada isə daxildə düzülür. Müsbət yüklü sahə yaradır və yenə də potensiallar fərqi 200 millivolta çatanda kanal açılır. Hidrogen tilakoidin içərisindən çölə çıxır və bu zaman ATF sintezi olunur. Ona görə burada bir də OH mənfilər var idi. OH mənfi əvvəlcə elektronu itirir, minus elektron əmələ gətirir OH 0 və 4 ədəd OH birləşir, əmələ gətirir 2 mol su və oksigen. Oksigen sərbəst müəyyən hissəsi istifadə olunur energetik mübadilədə, çox hissəsi isə ətraf mühitə yayılır, digər canlılar ondan istifadə edir. Deməli, işıq fazasında nə yarandı? İşıq fazasında yarandı hidrogen, atomar hidrogen. İşıq fazasında yarandı ATF. Ondan sonra işıq fazasında nə yarandı? İşıq fazasında nə yarandı? Nəsə yaranmış olmalıydı, amma unuttum. İnşallah prosesdə yenidən yadıma düşəcək. Həmin bu hidrogenlər birləşir NADF-lə. Deməli, NADF vurulsun H adlı müvəqqəti birləşmə yaradır. Və həmin o müvəqqəti, bir də oksigen burada əmələ gəlirdi. Molekulyar oksigen və xaric olunurdu. NADF-H hidrogeni özünə birləşdirir, aparır qaranlıq fazaya. Qaranlıq fazada karbon qazı ilə birləşir. CO2 üstə gələk H əmələ gətirir. C6H12O6 üstə gələk H2O və əsas maddə olaraq burada glukoz əmələ gəldi. Fotosintezdə bir də məhsuldarlıq düsturu var. M bərabərdir S vurulsun T. M qramla ifadə olunur. S kvadrat metrlə tez zamanla götürülür. Buna diqqət edirik. Fotosintezdə təsir edən daxili və xarici amillər var. Hansı amillər ki, bitkinin özündə var, bu daxili amildir. Hansı amillər ki, xaricdən qəbul olunur, xarici amildir. Ümid edirəm ki, biokimya az da olsa aydın olacaq. Və inşallah sualın varsa əgər, yenə də bu barədə verə bilərsən, nə qaranlıq qaldısa. Fidan? Xeyr, yoxdur, sağ ol. Tamam, bu axırıncı dəqiqəmiz idi.